Xeyirli olsun. Bakı City Rezidence'da işimiz tamamlandı. Yəni ikinci mərhələsi yerdən isitmə xəttlərimiz çəkildi. Bizim mətbəx hissəmiz, kondisioner xəttlərində biraz dəyişikliklər oldu. Bizim beton sensorumuz, idarə etmə pultumuz burada olacaq. Bunları onsuz da göstərmişdim, bizim xəttlərimizi, radiator xəttləri. Bizim hamam hissədə isidilən döşəmə. Yəni bu adi falqa deyil. Yəni göründüyü kimi bu XPS-dir, xamutlarla vurulub. İndi hərə bir söz yazacaq ki, bunu niyə metal plasmasdan eləmişsiniz, oksigenlə eləməmişsiniz. Yəni biz buna daha üstünlük veririk bu borulara. Belə bu da bir balaca bir sanitar qovşaqdır. Bizim xol hissəsi də həmçinin idarə etmə pultu orada olacaq və beton sensoru. Burada da bizim highlightımız. Mən bu havalandırmanı çəkib göstərmişdim. Bir neçə il bundan istidivarla bağlı bir çəkiliş eləmişdi. Baxıram ki, ona çox mənfi rəylər yazan oldu. Amma hal-hazırda bu dəqiqə həmən o mənfi rəy yazan adamlar özləri başlayırlar istidivar çəkməyə. Heçsə bu qədər. Mən başa çıxmayanlar üçün bunu çəkib paylaşıram. Yəni işə görə yox. Yəni maarifləndirici video olsun. Onsuz da bizim gözəl santexniklərimiz çoxdur, işləyirlər. Allah hər kəsin işini avan eləsin, ruh simbol eləsin. Bu qədər.